Bugün əgər bir ataya övladına veriləcək pul zorla ödətdirilirsə, heç o pulu almasaz yaxşıdır. Başa düşürəm, hamının ehtiyacı var və bir atanın da boynunun borcudur. İstəyir ailəsinin yanında da, istəyirsə də ki, ailəsindən ayrıdır. Boynunun borcudur ki, onun belindən gələn övladına dəstək olsun, aliment versin. Çünki bizdə ailələr ayrılanda, ər və arvad ayrılanda dövlət tərəfindən onlara müəyyən bir məbləğ aliment kəsir. Bir uşaq üçün bir məbləğ, iki uşağa, digər məbləğ, üç uşağa isə digər məbləğ. Bir atanın bugün qapısını niyə gəlib hansısa icra məmuru döyməlidir ki, uşağın acından ölür, 400 manat aliment borcum var. Yəni bir ataya, sonuçta bu ad üzərinizdə ata ola bildiniz, bilmədiniz başqa məsələ. Ana ola bilirik, bilmirik, bu da başqa bir məsələ. Amma ki, sonuçta bu ad üzərimizdədir. Uşaq dünyaya gətirən hər kəs anadır. Analığını edərsə, etməzsə, yenə də deyirəm, bu başqa bir məsələdir. Amma bu məsələdə niyə siz gözləyirsiniz ki, sizin qapınız döyülsün? Sonuçta övladınız var və yeniyetmə bir övladınız var. Yeməlidir də, içməlidir də. Və buna görə də siz bir mənalı şəkildə dəstək olmalısınız.